Hər ifasıyla zövq könülə oxşayan, uzun illər ərzində professional səhnəsində çalışan və biz tamaşaçı dinləyiciləri öz ifalarıyla sevindirən hörmətli professor, Respublikanın xalq artisti Azər Zeynalov. Təşəkkür edirik. Çox sağ olun. Mən təşəkkür edirəm. Studiyamıza gəldiyiniz üçün. Sağ olun, çox sağ olun. Bugün biz səhər proqramı olaraq musiqi terapiyası. Tamaşaçılarla Tofiq Quliyev yaradıcılığına nəzər saldıq və əlbəttə ki, sizin ifanız da yerində və məqamında səsləndirildi. Tofiq müəllim haqqında danışmaq mənə çox xoşdur. Tofiq müəllim hamımızın mənəvi müəllimidir. Nəinki bəstəkarların, hətta müğənnilərin mənəvi müəllimidir. O kiməsə dərs keçməsə də, bütün mən deyərdim bəstəkarlar, gənc bəstəkarlar, bütün gənc müğənnilər onun əsərlərinə müraciət ediblər, doğru düzgün yolu götürüblər. Təbii ki, bu da hər bəstəkara nəsib olan bir xoşbəxtlik deyil ki, Tofiq Quliyev öz biliyi, öz savadı sayəsində buna nail olmuşdu və uzun illər mən hesab edirəm ki, Tofiq Quliyevin əsərlərinə müraciət olunacaq. Mən Tofiq Quliyevin əsərlərindən, mahnılarından, belə deyək, 9 mahnı ifa eləmişəm bugünə qədər. Bəxtəvər oldu, romansı da onların içində ən gözəl əsərlərdən biridir, romanslardan biridir və onun bir əsərinə də mən xüsusi diqqət çəkmək istəyərdim. Buyurun. Bu, Bəxtiyar kinofilmində Rusiya mahnısı var idi. Bu mahnı yaddan çıxmışdı, oxunmurdu daha doğrusu. Mən qərara gəldim ki, 94-cü ildə, bu qərara gəldim ki, bu mahnının adını dəyişim, mübtədasını dəyişim, belə deyək, onu Azərbaycana həsr eləyim. Bildiyim qədər bu mahnı Zabul Seygah üzərindədir. Və mən onu yalnız Azərbaycanla bərabər görürdüm, Zabul Seygahı. Başqa mövzu ilə yox. Və iş elə gətirdi ki, 94-cü ildə mən İtaliyada təhsil alırdım və noyabr ayı idi, səhv eləmirəmsə. Mən tətilə gəlmişdim. Hörmətli kino rejissorumuz Eldar Quliyev mənə zəng elədi. Dedi ki, Azər, eşitmişəm tətildəsən, Bakıdasan. Mümkün varsa bugün atam üçün ad günü keçiririk köhnə inturistdə. Dedim, mən böyük məmnuniyyətlə gəlib iştirak eləyəcəyəm. Gəldim, elə mənim ən böyük hədiyyəm Tofiq müəllimə o oldu ki, bu mahnını mən canlı şəkildə Ənvər Sadıqovun ansamblı ilə ifa etdim. Tofiq Quliyev qalxdı, gəldi, məni qucaqladı və dedi ki, oğlum, çox sağ ol, sən bu mahnıya yeni bir həyat verdin, yeni bir həyat bəxş elədin. Mən sənin üçün, sənin ifan üçün 3 yeni mahnı yazacağam. 3 yeni mahnı bəstələyəcəyəm, yeni mahnı. Həqiqətən də bu Azərbaycan mahnısı çox sevildi. Bir çox müğənnilərimiz bu mahnını ifa eləyirlər. Hətta bir hadisə də baş verdi. Müğənnilərdən biri bir qədər tez tələsik məndən qabaq bunu çalışdı ki, efirdə ifa eləsin. Amma tənbih olundu bunun üçün. Çünki bilənlər bilirdi ki, onun ideyası mənə aiddir. Amma məni narahat edən bir məsələ bu idi ki, o 3 mahnı yazılmadı. Həmin o 3 mahnı yazılmadı. Yəqin ki, bunun da günahı məndə idi ki, mən Tofiq müəllimin qapısını döyməli idim, zəng eləməli idim, deməli idim ki, Tofiq müəllim, nə oldu bu mahnılar? O da yaşlı adamıdır, bilirsiniz, mən onu narahat edə bilmirdim. Amma yenə də təskinliyim həmin bu Azərbaycan mahnısıdır ki, mövzusunu, adını daha doğrusu dəyişdim. Bir çox müğənnilərimiz bunu ifa edirlər. Hətta bu yaxınlarda bir konsertdə idim. Bizim çox görkəmli müğənnilərimiz Xuraman və Fidan Qasımova bacıları bu konsertdə məhz bu mahnıya müraciət eləmişdilər. Mən də həmin konsertdə ifadə edirdim, oxuyurdum və səhnənin arxasından onları dinləyib bir qürur yaşayırdım ki, bu mahnının Azərbaycan adlanmasında mənim rolum var. Biz də istərdik ki, hal-hazırda həmin bizim də bir təskinliyimiz olsun ki, həmin ifanı biz də eşidək. Elə dəyərli faktlar dediniz ki, bəlkə də heç bir efirlərdə səslənməyib, amma bu günləri bizim tamaşaçılarımızın qismət payına düşdü və belə olduğu halda Azər müəllim, elə istərdik biz də bu xoş təəssürat yarandıqda sizdən xahiş edək həmin mahnını bizim üçün böyük məmnuniyyətlə və bir şey də qeyd etməliyəm. Bu mahnının birinci bəndi sonda təkrar olunurdu. Mən bunun təkrar olunmaması üçün yeni bir bənd yazılmasını təklif etdim və bu bəndi də mənim atam şair Zeynal Vəfa yazdı. Sevin, şadlan, Azərbaycana müraciətlə deyilir. Sevin, şadlan, nurla bəzən, çünki səni candan sevən,
şan şöhrəti dünyalar gəzən övladım var Azərbaycan. Bu bənddə Nə ulu gözəl. öndərimiz Heydər Əliyevə həsr olundu. Nə gözəl. Məmnuniyyətlə biz Azərbaycan adlı bu ifanı sizin ifanızda Təqdimatınızda eşidək. eşitməyə hazırıq. Buyurun, dinləyək, tamaşa edək. Ömrüm günüm bağlı sənə, şan şöhrətli Azərbaycan. Əzəl gündən anasan mənə, ey qüdrətli Azərbaycan. Əzəl gündən oğulam sənə, ey qüdrətli Azərbaycan. Müqəddəs daşın var, torpağın var, bizə candan da əzizdir. Üç rəngli müzəffər bayrağın var, günəş qədər o təmizdir. Mən sənin uğrunda vuruşlarda oddan alovdan keçərəm. Dağ kimi möhkəməm ehtibarda, yolunda canından keçərəm. Sevin şadlan nurla bəzən, çünki səni candan sevən. Şan şöhrəti dünyalar gəzən, övladın var Azərbaycan. Şan şöhrəti dünya gəzən, övladım